İnşallah. Salam, hər vaxtınız xeyirli olsun əziz dostlar. Bir neçə gün yağışlı havanın olması, bir neçə arı pətəkləri hazırladım. Deməli dostlar, arı pətəkləri müxtəlif materiallardan düzəldilir. Taxtadan, penoplastdan, dikdən, yəni bütün bunları hər birindən keçmişəm. Ən gözəl arı pətəyi, ən yaxşı arı pətəkləri dostlar taxtadır. Taxtadan başqa hər bir şey yalandır. Yəni müvəqqətidir. Taxtadan başqa hər şey müvəqqətidir. Düzdür, heç bir şey ömürlük deyil. Amma taxta yeganə bir vasitədir ki, arı ailəsinin inkişafı, hər bir şey normal, hər bir şey düzgün qaydada olur dostlar. İndi mənə suallar verirlər ki, dikdən, fanerkadan. Yəni dostlar, dikdən arı ailəsi üçün yararlı deyil. Çünki bu dik yayda belə çiftlənir, tərləyir, istər penoplast olsun, istər dik olsun. Düzdür, penoplastdan, penoplast, penopleks, bax bunlardan qış zamanı isti qalır arı ailəsi, isti olur yeri. Amma bu da bütün il boyu tərləyir. İstər ventilyasiyası açıq halda, istər bağlı halda tərləyir. Amma mən ən ucuz arı pətəklərinin hazırlanmasını, bax indi sizə deyirəm əziz dostlar, hər kəs bunu eləyə bilər. Baxın, adi paddonlar satılır. Paddon 2 santimetrlik taxtalardır. Yəni qalınlığı 2 santimetr, bəzən heç 2 də yoxdur. Amma yenə də taxtadır. Taxtadır. Baxın, mən bu yağışlı gündə özüm üçün hazırlamışam. Baxın dostlar, 7 çərçivəlik arı pətəyidir. Baxın dostlar, 7 çərçivəlik arı pətəkləri tam normal, tam gözəl yerləşdirilir. Uçuş taxtası, uçuş bacası, baxın buradan açılır. Nə üçün 7 çərçivəlik dostlar? Nəzərdə 6 çərçivəlik tutmuşdum. Sadəcə bu taxtaların eyni 10 santimetrdir. Bir ədədi isə 7,5 santimetrdir. Ona görə dostlar bunları kəsmədim. Elə üçünü də bir-birinə yapışdırdım və 7 çərçivəlik bir arı pətəyi alındı dostlar. İndi bu cür pətəyi, bunu mərtəbəli də etmək olar, korpuslu da etmək olar. O da bir problem yoxdur. Yəni adi içərisində yuvacığı da frez aparatı ilə buradan yuvacığı açmışam. Heç sizdə frez olmasa belə, baxın, adi bir nazik bir taxta buradan tikirsiniz, ramkaların oturacağı hazırlayırsınız dostlar. Yəni heç bir
böyük bir vəsait xərcləmədən yəni, gözəl arı pətəkləri. Bu da qapaqları dostlar. Hər birinin öz qapaqlarına isə dik vurmuşam, fanerka vurmuşam. Amma dostlar baxın, qapaqların yuxarısından buradan və hər iki tərəfdən, yəni 4 tərəfdən bu cür havalanma qoymuşam dostlar. Yəni mütləq qapağın altında havalanma mütləq olmalıdır. Çünki arı ailəsindəki o qazlar çıxanda istər-istəməz pətəyin yuxarısından çıxır və qapağın altından havalanma gedəndə tərləmir və hər şey normal qaydada olur dostlar. Belə. Odur ki dostlar, baxın, heç bir böyük bir vəsait xərcləmədən təkcə qalıb bunun boyanması, rənglənməsi və salam. Demək, hər bir şey nəzərə alınıb dostlar. Baxın, ventilyasiyasına kimi qoymuşam. Bu bunun ventilyasiya dəliyi. Bir əl toxunuşu ilə bağlanılır. Vəssalam. Odur ki dostlar, sağ olun, özünüzü qoruyun.